Mərkəzi Seçki Komissiyasının yenidən sədri seçilən Məzahir Pənahov haqqında yazılanlara münasibət bildirib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Məzahir Pənahov manşet azı açıqlamasında MSK sədri seçilməsinin onun üçün böyük məsuliyyət olduğunu deyib. Yenidən böyük etimad göstərilib. Çalışacağım ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar, sağ olsunlar. Onlara heç nə deməyəcəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəm deyə o sözlərini əlavə edib. Milli Məclisin deputatı Əli Bala Məhərrəmzadə ona məxsus olduğu deyilən Şahtağ oteldə Quba rayon icra hakimiyyəti tərəfindən qanunsuz tikinti quraşdırma işlərinin aşkarlanması barədə iddialara münasibət bildirib. Millət vəkili Pravda saytının açıqlamasında yayılan məlumatları təqsib edib. Məhərrəmzadə deyib ki, söz gedən otel ona məxsus deyil. Şahtağ oteli qardaşıma məxsusdur. Orada qanunsuz tikinti yoxdur deyə o bildirib. TikTokda yayılması qadağan olunan təhqir edici ifadələr səsləndirən daha bir TikToker məsuliyyətə cəlb olunub. Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən tədbirlər görülüb və Fikrət İsayev saxlanılıb. Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, inzibati qaydada həbs edilib.